Qaraqatdan marmelad hazırlamağı bizdən öyrənin. Başla. Qaraqatın üstünə şəkər vurandan sonra yarım saat gözləyirik ki, şirəsini buraxsın. Sonra qaraqatını su salandan sonra qoyuruq ocağı üstünə bişməyə. Eyni anda da üstünə limon sıxılır ki, xağlanma olmasın. Qaraqat bişəndən sonra blenderdan keçirdik, süzüb sonra bankalara yerləşdiririk. Qaraqat marmeladımız hazırdır. Siz də hazırın, tadına baxın. Ən əsası, fikir verin ki, bankalar və qapağı sterilizə olunmuş olsun və bir gün soyucuda qalandan sonra necə bərkidiyin şahidi olacaqsınız. Görüşürüz inşallah.